nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan digər nasazlıqları öyrənək. Nəqliyyat vasitəsindən atmosferə çıxan işlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi normadan çox olduqda nasazlıq hesab edilir və bu nəqliyyat vasitəsinin istismarı qadağan edilir. İşlənmiş qazların tərkibində insan sağlamlığı üçün təhlükəli olan maddələr olur. Bu şəkildə avtomobilin mühərrikindən çıxan qazların tərkibində tüstülənmənin və zərərli maddələrin normadan artıq olması göstərilib. Bu maddələrin miqdarının normadan çox olmaması üçün səsboğucu xəttin əvvəlində mühərrikdən çıxan qazları daha az zərərli maddələrə çevirən, onların ətraf mühitə mənfi təsirini azaldan qurğu katalizator yerləşdirilir. Bu zərərli qazların tüstülənməsinin normal olmasının əlaməti onun hiss edilməməsidir. İşlənmiş qazlarda zərərli maddələrin miqdarı sertifikatlı qaz analizatoru, tüstülənmə dərəcəsi isə tüstü ölçənlə yoxlanılır. Mühərrikdən çıxan qazların tərkibində tüstülənmənin və zərərli maddələrin miqdarının normadan çox olmasının səbəbi texniki nasazlıqlardır. Yanacaq sisteminin hermetikliyinin pozulması yanacağın sızmasına, yəni axmasına səbəb olur. Yanacağın sızması alovlanma riski ehtimalının yüksək olması səbəbindən təhlükəlidir. Hərəkətdə olan nəqliyyat vasitəsinin detalları qızdığından sızan yanacaq damcılarının qızmar detalların üzərinə düşməsi nəqliyyat vasitəsinin alovlanmasına səbəb ola bilər. Maye yanacaq olan benzin adi bir qığılcımdan alovlana bilər. Soldakı şəkildə sızmaların ola biləcəyi avtomobilin yanacaq sisteminin sadə sxemi göstərilib. Sağdakı şəkildə benzinin sızması səbəbli minik avtomobilinin mühərrik hissəsinin alovlanmasını görürsünüz. Yanacaq sisteminin hermetikliyi pozulduqda benzin və ya dizel sızaraq qaynar səthlərə toxunaraq alovlana, avtomobilin salonunda və qapalı məkanlarda toplanan benzin buxarları baş gicəllənməsinə, ürək bulanmasına və huşun itirilməsinə səbəb ola bilər. Sürücü yola düşməzdən qabaq avtomobilin texniki cəhətdən sazlığını yoxlamaqla bu risklərin qarşısını ala bilər. Bu şəkildə dizel mühərrikinin yanacaq sisteminin hermetikliyinin pozulması səbəbli yanacağın sıza biləcəyi yerlər qırmızı oxlarla göstərilib. Yola düşməzdən qabaq avtomobilin sazlığını yoxlayarkən salon daxilində və ya avtomobilin ətrafında yanacaq qoxusunun hiss edilməsi, avtomobilin altında və ya mühərrik hissəsində yanacaq ləkələrinin görünməsi yanacaq sızmasının əsas əlamətləridir. Bu şəkildə sürücünün avtomobilin altına baxaraq yanacağın axdığını görməsi göstərilib. Yanacaq sisteminin hermetikliyi pozulan nəqliyyat vasitəsinin istismarı qaydalarla qadağandır. İşlənmiş qazları xaric etmə sistemi mühərrikdə yaranan yanma məhsullarını təhlükəsiz şəkildə xaric etmək üçündür. Bu sistemin nasazlığı bir sıra problemlərə səbəb olur. Uzun müddətli istismar edildikdə rütubət və duzlar xaric etmə sisteminin borularını və səsboğucunu korroziyaya uğradır və paslanır. Yoldakı maneələrdən, çuxurlardan və daşlardan dəyən zərbələr boruları əyir və deşir. Bu nasazlıqlar səbəbli yanacaq sərfiyyatı artır, mühərrikin gücü azalır, atmosferə daha çox zərərli maddə buraxılır, avtomobil həddindən artıq səsli işləməyə başlayır. Bu şəkildəki xaric etmə sistemindən qazların sıza biləcəyi yerlər göstərilib. İşlənmiş qazları xaric etmə sistemi nasaz olduqda nəqliyyat vasitəsinin istismarı qaydalarla qadağandır. Mühərrikin səs gücünü artırmaq üçün işlənmiş qazları xaric etmə sisteminə
avadanlıq quraşdırmaq və ya avadanlığı dəyişdirmək səs-küy səviyyəsinin və atmosferə atılan zərərli tullantıların artmasına səbəb olur. Bundan başqa bu avadanlıq mühərrikin və nəqliyyat vasitəsinin digər sistemlərinin işinə mənfi təsir göstərir. Mühərrik işləyərkən daha ucadan və kəskin səs çıxarmaq məqsədi ilə aşağıdakı avadanlıqlar quraşdırılır və ya dəyişdirilir. Standart səs boğucunu çıxararaq birbaşa borulu səs boğucu quraşdıraraq, səs boğucunu deşərək və ya daxili səs uducu elementlərini çıxararaq, normaya uyğun olmayan idman tipli səs boğucuları quraşdıraraq, katalizatoru çıxararaq, əlavə səs artırıcı rezonatorlar quraşdıraraq, səs boğucusu dəyişdirilən və ya səsi normadan artıq artıran, avadanlıq quraşdırılan və ya avadanlığı dəyişdirilən nəqliyyat vasitələrinin istismarı qaydalarla qadağandır və bu qaydanı pozanlara qarşı cərimə və digər inzibati tədbirlər tətbiq edilir. Elektrosamokat, skuter kimi kiçik elektrik nəqliyyat vasitələrinin mühərriki işləmədikdə, normativ tələblər pozulmaqla yeni mühərrik quraşdırıldıqda və ya dəyişdirildikdə bu nəqliyyat vasitəsi nasaz hesab edildiyindən istismarı qadağan edilir. Mühərriki işləməyən nəqliyyat vasitəsinin hərəkət edə bilməməsi ilə bərabər idarəetmə sisteminin nasazlığı səbəbli displey ümumiyyətlə yanmaya bilər. Problem idarəetmə nasazlığı ilə əlaqəlidirsə, faralar və ya siqnallar da işləməyə bilər. Kiçik elektrik nəqliyyat vasitəsinin mühərriki işləmədikdə, akkumulyatorun doldurulma səviyyəsini, kontaktlarında boşluq və ya oksidləşmə olmadığını, kiçik plastik kart formasında olan açarı, naqillərdə qırılma, zədələnmə və ya boşluq olmadığını yoxlamaq lazımdır. Mühərrikin nasazlığı hərəkət zamanı xüsusilə yolun ortasında mühərrikin qəfil dayanması səbəbli təhlükəli vəziyyət yarada bilər. Digər elektrik hissələrinin işinə mənfi təsir göstərə bilər. Problem elektrik sistemində olduqda akkumulyator boşala və ya sıradan çıxa bilər. Mühərrikin dəyişdirilməsi bir sıra fəsadlara səbəb ola bilər. Elektrik sistemində qısa qapanma yarana bilər. Gücü normadan artıq olan mühərrik akkumulatoru və digər hissələri sıradan çıxara bilər. Bundan başqa mühərrikin işə düşməməsi, hərəkət vaxtı qəfil sönməsi halı da baş verə bilər. Arxanı göstərən güzgü avtomobilin arxa tərəfində baş verənləri qiymətləndirməyə, arxadan gələn nəqliyyat vasitələrinin hərəkətlərini izləməyə və təhlükəsiz şəkildə manevr etməyə imkan verir. Bu qaydaya əsasən avtomobilin konstruksiyasına uyğun olaraq arxanı göstərən güzgü və ya güzgülər mütləq olmalıdır. Güzgülər daim işlək, saz və aydın görüntü verən vəziyyətdə saxlanılmalıdır. Güzgülər sınmış, qatlanmış və yararsız olmamalıdır. Şəkildəki güzgü sındığından bu nasazlıq hesab edilir. Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş şüşələrin olmaması da nasazlıq hesab edilir. Şüşələrin olmaması ifadəsi ön, yan və ya arxa şüşələrin olmamasını bildirir. Bu şəkildəki avtomobilin arxa şüşəsinin olmaması nasazlıq hesab edilir. Şüşələrin olmaması hərəkət vaxtı bir sıra ciddi təhlükələr yaradır. Ön şüşə olmadıqda küləyin təsiri, havanın müqaviməti kəskin şəkildə artır ki, bu da qəzaya səbəb ola bilir. Yüksək səs-küy yaranır. Daş, həşərat və digər cisimlər sürücünün və sərnişinlərin üzünə və gözünə dəyərək təhlükə yaradır. Yağış, qar, soyuq və ya güclü istilər idarəetməni çətinləşdirir və diqqəti yayındırır. Nəqliyyat vasitəsinin konstruksiyasına nəzərdə tutulmuş
arxanı göstərən güzgü hər hansı şüşə olmadıqda bu nəqliyyat vasitəsi nasaz hesab edildiyindən istismarı qadağan edilir. Səs siqnalı işləmədikdə bu nasazlıq sayılır və həmin nəqliyyat vasitəsinin istismarı qaydalarla qadağan edilir. Nəqliyyat vasitələrində səs siqnalını quraşdırmaqda məqsəd yol hərəkətində lazım gəldikdə sürücüləri, piyadaları və digər hərəkət iştirakçılarını təhlükə barədə xəbərdar etməkdir. Sürücü səs siqnalı verməklə digər hərəkət iştirakçılarının diqqətini təhlükəli vəziyyətə cəlb edərək qəza riskinin qarşısını alır. Avtomobillərdə istifadə olunan səs siqnalları iş prinsipinə görə əsasən iki qrupa ayrılır. Elektromaqnitlə işləyən səs siqnalları. Minik avtomobillərində istifadə olunan elektromaqnit siqnallar disk formasında olub yumşaq və zəif səs çıxarır. Sıxılmış hava ilə işləyən pnevmatik səs siqnalları. Ən çox yük avtomobillərində istifadə olunan pnevmatik siqnallar isə kompressor vasitəsilə hava vurulması nəticəsində uzaq məsafəyə yayılan güclü səs çıxarır. Səs siqnalı işləmədikdə təhlükəli vəziyyətdə digər yol iştirakçılarını vaxtında xəbərdar etmək mümkün olmur. Qəza riski artır. Nəqliyyat vasitələrində yalnız zavod istehsalı olan standart səs siqnallarından istifadə olunmalıdır. Standart səs siqnalları əvəzinə çox avazlı səs siqnallarını quraşdırmaq qadağandır. Çox avazlı səs siqnalları adi siqnaldan fərqli olaraq bir neçə tonlu sirenaya oxşar səslər çıxaran səs siqnallarıdır. Musiqi formasında olan uzun melodiya verən və ya yüksək diqqət çəkən xüsusi səs siqnalları çox avazlı səs siqnalları qrupuna daxildir. İnzibati Xətalar məcəlləsində səs siqnallarından, xüsusilə çox avazlı səs siqnallarından istifadə qaydalarının pozulmasına görə ciddi inzibati məsuliyyət nəzərdə tutulur. Avtomobilə sürücünün görünüş dairəsini məhdudlaşdıran, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulmasına icazə verilmir. Sürücünün görünüş dairəsini məhdudlaşdıran əşyalar dedikdə, avtomobilin ön şüşəsinin qarşısında qoyulan, ön şüşədən və qabaq yan şüşələrdən asılan oyuncaqlar, suvenir əşyalar, qalın pərdələr, reklam üçün olan yapışqanlar, asılmış müxtəlif əşyalar nəzərdə tutulur. Belə əşyalar sürücünün yolu aydın görməsinə mane olur. Şəkildəki avtomobilin ön şüşəsinin qarşısında asılan bu kimi əşyalar sürücünün yolu aydın görməsinə mane olmaqla yanaşı diqqətini idarə etmədən də yayındırır. Avtomobilin salonuna yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulmasına da icazə verilmir. Şəkildəki avtomobilin salonuna qoyulan belə əşyalar yol nəqliyyat hadisəsi vaxtı sürücünün və sərnişinlərin xəsarət alması riskini yaradır. Sürücünün görünüş dairəsini məhdudlaşdıran, müəyyən edilmiş qaydanı pozmaqla şüşələrə şəffaflığı korlayan plyonka, jalüz və ya pərdə çəkilməsi nasazlıq hesab edilir. İşıqburaxma normaları dövlət standartlarına uyğun olan sənaye üsulu ilə hazırlanmış rəngli şüşələrin tətbiqini isə icazə verilir. Bu standarta əsasən minik avtomobillərinin ön şüşələrinin işıqburaxma qabiliyyəti ən azı 75% olmalıdır. Bu isə o deməkdir ki, şüşə işığın minimum 75%-ni buraxmalıdır. Yəni şüşənin tündləşdirilməsi 25%-dən artıq olmamalıdır. Ön və arxa şüşədən başqa digər şüşələrin işıq buraxma qabiliyyəti isə ən azı 70% olmalıdır. Arxa şüşələrin işıq buraxma qabiliyyəti sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır. Güzgü effekti yaradan güzgü şüşələrin istifadəsinə isə icazə verilmir.
Çünki güclü şüşələr digər sürücülərin görmə qabiliyyətinə mane olmaqla bərabər günəş şüasını əks etdirərək təhlükə də yaradır. Avtomobil şüşələrinin işıq keçiriciliyi taometr adlanan cihazla ölçülür. Bu cihaz şüşədən keçən günəş işığının faiz göstəricisini müəyyən edir. Öyrəndiyiniz yol hərəkəti qaydalarına yollarda əməl edin. Videonu paylaşın ki, daha çox sürücü yol hərəkəti qaydalarını mükəmməl bilsin. Yollarda təhlükəsizlik tək sizdən yox, bütün sürücülərdən asılıdır. Videoya baxdıqdan sonra rəylərinizi də yazmağı unutmayın. Şərhləriniz və rəyləriniz müəllif üçün dəyərlidir.